Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, Türkiyə ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və Rusiya ilə çoxşaxəli əlaqələri inkişaf etdirməyə hazırlaşır. Dəqiq ekspert Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında qeyd olunub. Xarici siyasət hissəsində qeyd olunub ki, Ermənistan hökuməti Azərbaycanla sərhəddin delimitasiyası, eləcə də Azərbaycanla sülhün institusionallaşdırılması, yəni sülh müqaviləsinin və digər hüquqi aktların imzalanması, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələri arasında əlaqələrin aktivləşməsi üzrə işləri davam etdirəcək. Hökumət həmçinin Türkiyə ilə diplomatik münasibətlər qurmaq və azı 2 müasir nəzarət buraxılış məntəqəsi ilə sərhəddi açmaq, hələlik onlardan Ermənistan tərəfində biri, Armavir regionundakı Marqara nəzarət buraxılış məntəqəsi hazırlanıb, eləcə də enerji infrastrukturlarını yenidən işə salmaq niyyətindədir.